Mən Həsrət Şıxbabayev, Cambridge University Present Assessment-ın Azərbaycandakı imtahan mərkəzinin rəhbəriyəm. Bugün biz Mingəçevir Dövlət Universitetinin ev sahibliyi elədiyi Regional Universitet Sənaye Birliyi sammitində iştirak elədik və burada ziyarətçilərə Cambridge imtahanları haqqında məlumat verdik. 2025 mayında Mingəçevir Dövlət Universitetinə imzaladığımız müqavilə çərçivəsində biz burada müəllimlərin yetişdirilməsi, ingilis dili tədrisi barədə çox işlər görməyə çalışdıq və müqavilədən sonra bizim ilk işimiz müəllimlərin imtahanları oldu. Yəni imtahanlar təşkil edirik müəllimlər üçün. İngilis dili səviyyəsini yoxlamaq, ikincisi isə tiketli sınaq imtahanı təşkil etdik və bu imtahanlar nəticəsində müəllimləri biz həm ingilis dili kurslarına, həm də TKT kurslarına cəlb etdik. Bugün də biz bu TKT kurslarında iştirak edən 7 müəlliməmizi sertifikatla təltif etdik. Onları biz təbrik edirik və Anar müəllim də təbrik edirəm. Həqiqətən onun mənəvi dəstəyi ilə bu işlər gerçəkləşdi. Bundan sonra da planımız növbəti ayda, noyabr ayında yenə də bir qrup müəllimi TKT imtahanlarına cəlb edəcəyik. Modul 1 imtahanında iştirak edən TKT müəllimləri Modul 2-də iştirak edəcəklər. Digər müəllimlər isə Modul 1-də kurslara başlayacaqlar. Bir də mənim Mingəçevir əhalisinə bir şad xəbərim var. Demək biz müqavilədə də göstərildiyi kimi Mingəçevir Dövlət Universiteti əməkdaşlığı çərçivəsində Mingəçevir şəhərində və bölgəmizdə ilk dəfə Cambridge English Qualifications Competition, yəni Cambridge İngilis dili yarışması elan edəcəyik. Yeni ildən sonra planımızda var. Anar bəylə bu məsələ barədə məsləhətləşdik. Orta məktəb şagirdləri 2-ci, 3-cü sinifdən etibarən 11-ci sinifə qədər olan bütün məktəbli şagirdlər bu imtahanlarda, Cambridge English imtahanlarında, sınaq imtahanlarında iştirak edəcəklər, sertifikatlarla tərtib olunacaqlar. Hətta bu iş çərçivəsində 9 Eylül Türkiyə Universitetində də ehtimal var ki, universitetdə bu imtahanda iştirak edə bilər. Hal-hazırda bunun planları hazırlanır. Biz yaxın zamanda bunu ictimaiyyətə duyuracağıq. Mən Rüstəmova Lalə, Mingəçevir Dövlət Universitetinin ingilis dili müəlliməsi və eləcə də Cambridge University Present Assessment əməkdaşlığından sonra Mingəçevir Dövlət Universitetində yaradılmış Cambridge Resurs Mərkəzinin koordinatoruyam. Bu əməkdaşlıqdan sonra universitetimizə bu il qəbul olan birinci kurs tələbələrini biz səviyyə imtahanlarına yönəltdik və səviyyə imtahanlarının nəticəsinə görə də tələbələrimiz müxtəlif ingilis dili səviyyə qruplarına bölündülər. Burada bizim əsas məqsədimiz hər bir tələbənin öz səviyyəsinə uyğun tələbə ilə birlikdə oxuması və həmin tələbənin öz səviyyəsinə uyğun proqramın təşkil olunmasıdır. Bizim bütün proqramımız Cambridge University Present Assessment-in ingilis dili tədris proqramına əsaslanmışdır, dəyişdirilmişdir və eləcə də bütün resurslarımız Oxford və Cambridge nəşri kitablardır və resurslardır. Bizim məqsədimiz burada tələbələrin hər 4 bacarığını, reading, writing, speaking və listening bacarıqlarını inkişaf etdirməkdir və daha sonra isə ilin sonunda Cambridge University Present Assessment-in əsas imtahanına girəcək tələbələrimiz və bizim burada məqsədimiz tələbələrimizin səviyyəsini bir səviyyə qaldırmaqdır və onları o beynəlxalq sertifikatlarla təltif etməkdir.